Bugün ana arı rengilenmesini Ayten Hanım'la hayata geçirecek. Uzun zaman idi ki arıxanaya gelmek istəyirdi, bakmak istəyirdi, arılarla yakından tanış olmak istəyirdi. Biraz korku var, heyecan var, ben hissediyorum onu. İstəyirəm bu ana arının renklenmesini bugün Ayten Hanım hayata geçirsin. Deməli, gel bırak bunu yakından sen çek. Bak bu Ayten Hanım ana arıdır. Həmişə verilən sual. Ana arı hanı. Sen bunu tutacaksan kanatlarından kulak as. Bu erkek arı. Birinci kanatlarından erkek arının üzerinde test aparacak. Tut bunu kanatlarından tut. Erkek arının iğnesi yoktu. Arxayın olabilirsin. Bunu tut kanatlarından. Kanatlarını tut sağ elinle. Sen sol ayaksan yoksa? Yox. Ha. Deməli indi tut onu qabaq ayaqlarından tut. Ya bu əllə ay sağ ol. Qabaq ayaqlarından tut. İndi götür bu qələmi. Qələmlə başlayırsan yavaş, yəni rahat şəkildə. Birinci erkek arının üzərində test et belə. Elə yox. Dairəvi şəkildə. Erkek arını möhkəm tut. Elə bir roliklə kras qalsın. Ha, rənglə. Amma ana arını elə rəngləməyəsən. Yox. Sən imtahandan kəsildin. Qulaq as. Yeni erkek arı verəcək sənə. Qulaq as. Bu erkek arını tut indi. Açıyor. Bak erkek arını birinci tutursan kanatlarından, sağ elinle. Gördün? Bak böyle. Sonra tutursan sol elinle qabaq ayaqlarından. Gördün? Verirsən qələmi mənə. Və tutursan belə. Bu əlini diriyirsən bu əlin üstünə ki, əsməsin. Belə tutma. Başa düşdün? Belə tut. Deməli bunu başlayırsan bunu. Yəni əstirməyəcək şəkildə bu cür dairəvi şəkildə. Gördün? Bu cür rəngləyəcəksən. Tut qələmi, tut kanatlarından. Ay sağ ol. Bir kanatdan yok, iki kanatdan tutarlar. Eybi yok. Dişləmir, Kanadı kırılmasın bir Qabaq ayaqlarından tut. Bırakma. Yok. Qabaq ayaqlarından tut. Kanat ay sağ ol. Rahat bir şey yok. İndi qabaq ayaqları var. Tut. Bircə qarnını sıxma. Çünki təzə mayalanıb gəlib ona görə. Şu, əla. Professionalcasına tutdun. İndi isə əlini bu əlin üzərinə bu cür bitişdirəcəksən. Bax belə. Əlin əsmədən dairəvi şəkildə rəngləməyə. Ağ rənglə rəngləməyin səbəbi də odur ki, 2026-cı ilin rəngi ağ rəngdir. Bu ana arıların rəngi ideal, super. Yəni bəzən özüm bundan da pis rəngləyirəm mən, biraz tələskənlik. Biraz eləyim. Əladır, yaxşıdır, bəsdir. Kifayətdir. Biraz bax əlində saxla, buraxma. Tələsmə ana arını buraxma. Qorxusan sancar, yox sancmayacaq. Əslində ana arının iynəsi var. Mən səni qorxutmaq istəmədim. Yox, narahat olma. Hər deyəndə o sancmır. Yəni çox risk hallarda sancır, amma erkek arıların yoxdur. Yəni buna arxayın ola bilərsən. Yəni qorxma, bax, birləşməlisən. Narahat olma. Biri Ayten Hanım'ı gözünden vuruptu. Maşallah olsun. Ama şişmeyip. Ha, yani şişmeyipti. Gözünden buradan vurdu. Alergiyası da Allah'a şükür yok imiş. Bir de Ayten Hanım da bizim qohumumuzdur. Yani bundan bu kadar yakın olmamızın sebebi de budur. Halamızdır, yakınımızdır. İnşallah ki inden sonra Ayten Hanım size de uğurlar arzuluyorum. Yeni videolar paylaşmaya başlayır. Həqiqətən baxmaqla həzz aldığım tek videolardan biridir. Səhifəmdə də təkcə repost elədiyim videolar Ayten Hanım'ın videolarıdır. O kadar çok beğenirim. Teşekkür. Takip etmeyi unutmayın.